يا نور الهلال أقبل تعال. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا بالقاسم المصطفى محمد وعلى أهل بيته الطيبين الطاهرين لا سيما بقية الله في الأرضين مولانا صاحب الأسر والزمان. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون. صدق الله العلي العظيم. Salam əziz və hörmətli tamaşaçılar, hər birinizi Müslim Media kanalında xoş gördük. Mövzumuz Ramazan ayı haqqında olacaqdır. Mövzuya başlamadan öncə inşallah Allahdan arzu edirəm ki, oruç tutan qardaş və bacıların Allah Taala oruclarını qəbul etsin. Etdikləri duaları Allah Taala inşallah öz dərgahında qəbul dərəcəsinə yetirsin inşallah. Mövzumuz Ramazan haqqındadır ki və belə bir sual zehnə gələ bilər ki, Allah nə üçün oruç tutmağı biz insanlara vacib edibdir? Bildiyimiz kimi Allah Taala'nın elə bir bizə əmr etdiyi və ya qadağan etdiyi əməllər yoxdur ki, onun mənası, fəlsəfəsi olmasın. Yəni Allah Taala'nın sifətlərindən biri həkim sifətidir. Yəni həkim o şəxsə deyilir ki, mənasız iş görməz. Hər hansı bir iş yerinə yetirsə, mütləq və mütləq o işin bir anlamı, mənası olar. Bu baxımdan da zehnə sual gələ bilər ki, biz bəzi ölkələrdə 18 saat, bəzi ölkələrdə 20 saat, bəzi yerdə 15 saat insan ac və susuz qalır. Yəni halallardan insan çəkinir. Bu Allah Taala'nın bunu bizə vacib etdiyinin sirri nədir? Nə üçün biz oruç tuturuq? Nə üçün oruç tutmaq bizə vacibdir? Mövzumuz bu haqda olacaqdır ki, nə üçün Allah bizə oruç tutmağı vacib edibdir? Təbii ki, əgər biz Qurana müraciət etsək və söhbətin əvvəlindən bir Quran ayəsi mən oxudum. Bəqərə surəsinin 183-cü ayəsində Allah bu suala ümumi şəkildə bu sualın əsas cavabını cavablamış olubdur Allah Taala bu ayədə. Ayənin tərcüməsi bundan ibarətdir ki, Allah buyurur: Ey iman gətirənlər, ey Allaha inananlar. Mən təxmini məzmun tərcüməsini edirəm ayənin. Ey iman gətirənlər, sizdən qabaqki ümmətlərə oruç tutmaq vacib olduğu kimi sizlərə də oruç tutmaq vacib oldu. Və səbəbini bu ayənin sonunda buyurur: La'allakum tattaqun. Ümiddir ki, bəlkə bu vasitə ilə oruç tutmaq vasitəsilə siz təqvalı olasınız. Təqva dərəcəsini əldə etmiş olasınız. Təqvaya yetişmiş olasınız. Yəni ayənin tərcüməsindən biz iki nöqtəni anlayırıq, iki nöqtə əldə etmiş oluruq. Ondan biri bundan ibarətdir ki, bizdən, yəni müsəlmanlardan qabaqki ümmətlərə də Allah oruç tutmağı vacib edibmiş. İndi o orucun növü, o orucun belə deyək, qaydalar necə olubduğunu biz bilmirik dəqiqliyi ilə. Amma hər halda oruç tutmaq bizdən, müsəlmanlardan qabaqki ümmətlərə də vacib olub, xristianlar, yahudilərə və s. İkinci nöqtə ki, bizim əsas mövzumuz bu barədədir. Oruç tutmağın fəlsəfəsini Allah Taala açıqlayır. Buyurur, oruç tutmaqla insan təqva dərəcəsinə yetişər. Yəni insan oruç tutsa, qaydalarına, oruçluğun əməl etsə, tədricən təqva mərhələsinə yetişər. Təqva əldə etmiş olar insan. Təqva da bundan ibarətdir ki, insan Allah Taala'nın qiyamətdə, qəbr aləmində Allah Taala'nın insanların pis əməlləri nəticəsində insanları ki cəza verir, o cəzanı insan yada sala, o əzabları yada sala, dünyada günah etməyə. Təqva elə bir güzdür ki, insanın daxilində, insanın günaha tərəf insan meyl edəndə insanı saxlayır, qoymur insan günah edə. Təqva bundan ibarətdir. Təqva bir mələkiyə çevrilmiş bir müsbət xüsusiyyətdir ki, insanı günahdan saxlayır, insanı ədalətsizlikdən qoruyub saxlayır ki, insan ədalətli olsun, insan pis işlərin ardınca getməsin. Bu oldu ümumi cavab və 183-cü ayəsində Bəqərə surəsində Allah bizə bunu qısa olaraq açıqlayır və əsas hədəf də elə budur. Amma ola bilər başqa hədəflər ki, nəinki ola bilər, elə başqa məqsədlər də var oruçluqda. Mən istərdim onlardan bir neçəsini bu verilişdə xidmətinə çatdıram.
Fəzl ibn Şazan Nişaburi adlı bir şəxs, dini mətnlərdə belə bir yazı gəlibdir, belə bir rivayət daha doğrusu gəlibdir. Rivayətdə qeyd olunur ki, bu şəxs, yəni Fəzl ibn Şazan Nişaburi, İmam Rıza ki, 8-ci imamdır, İmam Rızaya sual verir. Buyurur ki, mən rivayətin məzmununu açıqlayıram, əsas məğzini, kəlmə-kəlmə tərcümə etməsəm də məhfumunu çatdırmaq istəyirəm. Buyurur, oruç tutmağın fəlsəfəsi nədir? İmam Rızaya buyurur. Oruç tutmağın fəlsəfəsini bilmək istəyirəm. Nə üçün Allah nədir? Oruç tutmağı İslamda vacib edibdir. İmam Rıza geniş bir cavab verir. Mən hissə-hissə o cavabı inşallah xidmətinə çatdıracağım. Buyurur, bunun üçün ki, insan aclığın və susuzluğun dadını hiss edə. Aclığı və susuzluğu dada. Maraqlı cavabdır. Acılığı və susuzluğu insan dada. Ən birinci budur. Və davamında bu İmam Rıza əleyhissalam axirətdəki öz fəqrinə, əli boşluğuna insan axirətdəki əli boşluğunu və öz fəqir, yəni fəqir olmasını axirətdə dərk etmiş olar. Yəni insan, biz elə bir varlıq ki, Allah Teala bizə insanları elə o cür yaradıb ki, insanda həm ruh var, həm cisim var. Ruh mücərrəd bir şeydir, maddiyyətlə əlaqəsi yoxdur. Yəni insan yemək yeməsə ruha bir ziyanı yoxdur, su içməsə ziyanı yoxdur, arıqlayıb kökəlmir, xəstələnmir, ruh olduğu kimi qalır. Amma cisimimiz möhtacdır qidalara və belə deyək də ərzaq maddələrinə insan fiziki cəhətdən ehtiyacı var, ehtiyac duyur. Və oruçluqda insan ac qalanda, susuz qalanda özünün bir stəkan su qarşısında acizliyini hiss edir. Və bunu hiss edəndə istər-istəməz axirətdəki olan nədir? Əli boşluğunu insan dərk etmiş olur. Və İmam Rıza davamında buyurur rivayətin, Allah dərgahında insan təvazükar olsun, özünün nədir? Allah dərgahında kiçikliyini hiss etsin deyə Allah orucu vacib edibdir, oruç tutmağa. Bunların hamısı qayıdır nəyə? İnsanın ac qalması nəticəsində bu hadisələr baş verir, bu halətlər insanda yaranır. İnsan ki, biraz yemək, yaxşı yemək yeyəndə və ya su içəndə, susuz qalmayanda, ac qalmayanda özünü ehtiyatsız hiss edir. Amma o ki, insan bir həddə cismi cəhətdən zəiflədi, biraz özünü zəif hiss etdi, orqanizmli, istər-istəməz mənəviyyata doğru gedir və özünün acizliyini hiss edir Allah qarşısında. Və davamında buyurur İmam Rıza əleyhissalam, öz Allah dərgahında acizliyini və ehtiyacını açıq şəkildə göstərə bilsin deyə Allah vacib edib orucu. Və dördüncü səbəb budur ki, orucluğun vacib olması İmam Rıza'nın hədisinə, rivayətinə əsasən savab aparsın deyə. Bilirsiniz də, oruç tutmaq, bəzi ibadətlər var ki, onların bizə, Allah da onları bizə vacib edibdir, savabı da var. Amma savabı azdır. Amma bəzi, misal üçün salamı kimisə salamını almaq, məsələn salam vermək 70 savabı var, o 70 savabın 69-u salam verənə aiddir. Salam geri qaytaran vacibdir salam qaytarmaq. Bir dənə savab verir Allah ona. Yəni salamın ümumi şəkildə 70 savabı var, 69-u salam verənə aiddir. Bir dənə savabı, 70-dən bir savabı salamı qaytarana aiddir. Yəni bu vacibdir salamın cavabını qaytarmaq. Amma oruç tutmaq vacibdir, amma savabı çoxdur. Yəni İmam Rıza buyurur, savab insan əldə etsin deyə Allah oruç tutmağı vacib edibdir. Beşinci səbəb budur ki, insan hesab kitab əhli olsun deyə, yəni insan öz hesabını, kitabını bilsin deyə orucluğu Allah vacib edibdir. Çünki bu orucluqda bəzi incəliklər var ki, təsəvvür edək, insan 18 saat ac qalır, 18 saat, misal üçün 18 saat 5 dəqiqədən sonra iftar edə bilər. Təsəvvür edək, 18 saat, 4 dəqiqə və 30 saniyədə belə aça bilməz orucunu. Bu dəqiqliyi öyrədir insana ki, dini ayinlərdə Allah Teala dəqiqliyi sevir. Bu cürdə insan nədir? Orucluğun vacib olması fəlsəfəsindən biri budur ki, başqa əməllərdə də insan nədir? Başqa əməllərdə dəqiq olsun, başqa savab əməllərdə. Və 6-cı budur ki, çətinliklərdə nədir? Yəni susuzluq və aclıq
təsirində yaranan çətinliklər qarşısında insan səbirli olsun deyə Allah orucu vacib edib. Təsəvvür edək, yenə deyirəm, 18, 17 ya 20 saat insan ac qalır, Allahın əmrini yerinə yetirsin deyə dözür. İnsan sanki bu ayda 30 ya 29 gün içərisində insan bədəni öyrənir çətinliklərə və səbr dərsi insan təsəvvür edək, Allahın bizə halal buyurduqları adi sudan belə insan Allaha xatir əl çəkir o sudan. O sudan imtina edir. Yəni bunun mənası budur ki, insan istər-istəməz bədəni, cismi və ruhu təmrin edir, məşq edir daha doğrusu və öyrənir başqa günahlar qarşısında necə insan səbirli olmalıdır. Və İmam Rıza buyurub, başqa faydaları da var orucun. Misal üçün, şəhvətlərin sınmasına səbəb olur. İnsanın şəhvətləri var, insanın pis istəkləri var. Bu, oruç tutmaq vasitəsilə, hətta alimlər buyururlar ki, insan Ramazan yox, başqa günlərdə, başqa aylarda əgər insan özünə nəzarət edə bilmirsə, şəhvət cəhətdən oruç tutsun. Yəni, oruç tutmaq bütün pis şəhvətləri, bəyənilməyən şəhvətləri insanda öldürür. Bəli, oruc tutmağın nə üçün Allah bizə oruc tutmağı vacib edib? 8-ci səbəbdə İmam Rızanın bu, yəni İmam Rızaya nisbət verilən rivayətə əsasən buyurur ki, o Həzrət, insan oruc tutmaq vasitəsilə öz nəfsinə nəzarət edir və nəfsin tüğyanının qarşısını alır. Yəni, insanın nəfsi elə bir qüdrətə, elə bir gücə sahibdir ki, əgər onun qarşısı alınmasa, misal üçün Fir'on o həddə yetişdi ki, Quran-ı Kərimdə buyurur, Ənə Rabbukumul Əla, mən sizin ən böyük Allahınız mənəm, sizin uca Allahınızam mən. Yəni, insanın nəfsi elə bir gücə, elə bir xasiyyətə malik ki, qarşısı alınmasa nəfsin, insan özünü Tanrı da adlandıra bilər. İnsan özünü Allahdan göndərilmiş Peyğəmbər də adlandıra bilər. Və o yüzden İmam Rıza Aleyhisselam buyurur, oruç tutmağın 8-ci, yəni oruç tutmaq nə üçün vacib olub? O səbəblərdən biri budur ki, Allah Teala, daha doğrusu insan Allahın insanın nəfsinin tuğyanının qarşısını alır oruç tutmaq. İnsanın nəfsini nəzarət edir insan, öz nəfsinə nəzarət edir və onun tuğyan etməsinin qarşısını alır. 9-cu budur ki, oruç tutmaq vasitəsilə insan dünyada ibrət alır. İbrət nədən ibarətdir? Misal üçün bunu belə izah etmək olar ki, insan özünün acizliyini dərk edir və ya insan ac qalmaq vasitəsilə başqa ac olan insanların, ehtiyacı olan insanların, kasıb insanların halını daha da yaxşı dərk edə bilir. Və rivayətin davamında buyurur, oruç tutmaq vasitəsilə ki, insan susuzluğun və aclığın çətinliyini dözür, hiss edir, dadır daha doğrusu. Bir var insan başa düşə aclığı və ya susuzluğu, bir də var insan dada. İnsanlar dadır, fərq etməz, insan kasıb olsun, varlı olsun, mömin şəxs orucluqda fərq etmir. Hamı da neçə saat, 18-20 saat ac və susuz qalır. Yəni, eyni vəziyyətdə olur insanlar. Ola bilsin, səhər yeməkləri və iftarlar fərqli olur, amma hər halda gündüzlər eyni olur. Bu, ac qalmaqlıq və susuz qalmaqlıq vasitəsilə insanlar kasıbların halını hiss edir, nətər lazımdır. Və sonuncu faydası budur ki, yəni daha doğrusu sonuncu vacib olma səbəbi orucun budur ki, İmam Rıza buyurur, insan oruç tutmaq vasitəsilə Allahın imkanlılar və varlıların oyunlarında olan kasıbların haqlarını ödəmələrinə səbəb olur. Yəni, insanlar, məsələn, misal üçün varlı insanlar var, maddi cəhətdən imkanlı insanlar var. Ramazandan qeyri olan günlərdə kasıbların əlini o həddədə tutmurlar. Kasıbların qarşısına qala bilmirlər. Kasıblar bunların yadına düşmür. Çünki özlərinin qarnı, o deyirlər, toxun acıdan nə xəbəri var. Amma bu Ramazan ayında imkanlı insanlar, bir həddə maddi cəhətdən vəziyyətləri yaxşı olan insanlar oruç tutanda yadlarına düşür kasıblar. Və İmam Rıza buyurur, bu səbəb olur ki, imkanlı şəxslər kasıb şəxslərin qayğısına qalsın və onların əllərini onların tutsunlar və onlara lazım olan yardımları etsinlər. Allah Teala bizə kömək olsun inşallah. Ramazan ayında ki, cümlənin
söhbətin daha doğrusu əvvəlini qeyd etdik. Əsas fəlsəfəsi təqvadır ki, insan oruç tutsun və bu ayda bir çox mətnlərdə qeyd olunub ki, bu ayda əsas ən üstün əməl odur ki, insan Allahın günahından uzaq ola, Allahın vaciblərini yerinə yetirə və Allahın qadağan etdiyi şeylərdən çəkinmiş ol. Allah bizə kömək olsun bu ayda, bu 28, 29 və ya 30 gün ərzində inşallah Allah bizim hər birimizə kömək olsun ki, günahlardan uzaq olaq, Allahın qəzəbinə səbəb olan əməllərdən uzaq olaq inşallah və Allah Teala bizim oruclarımızı inşallah öz dərgahında qəbul etsin və bu hədisdə, İmam Rızanın hədisində olan nöqtələr ki var, Allah bizə kömək olsun ki, o nöqtələrə imkan həddində əməl edək. Vəssalamu aleykum və rəhmətullah və barakatuhu.